Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Poş qəsəbəsində, yəni Paşdavoyda təcili olaraq 5 mərtəbəli binanın birinci mərtəbəsində 2 otaq, 3 otaq düzəldilmiş. Bax, qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda ölçüsünə görə orta otaqdayam. Bax, buranın ölçüsü mənə elə gəlir ki, hardasa 4-ün 4-ə olmalıdır. Yəni ümumi sahəsi balkonları nəzərə almasaq 55 kvadrat metrdir. İnsə qapıdan giriş hissəsini görürsünüz. Bax, bu mənzil, bu binada olan mənzil, ümumiyyətlə Paşdavoyda olan mənzillər bildiyiniz kimi ipoteka yararlıdır. Yəni 1970-ci ildə tikilib, 55 kvadrat metrdir. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Onu da deyim ki, polu taxtadır, möhkəmdir, sovet taxtasıdır. Səs etmir. İndi isə ölçüsünə görə ən böyük otaqda yerləşirəm. Bax, bura deməli ölçüsünə görə ən böyük otaqdır. Gördüyünüz kimi bu cürdür. Necə görürsünüz, təmir bu cürdə var. Deməli, 2 ədəd balkonu var. Balkonlardan hər ikisi bağlıdır. Bax, bura deməli otağa birləşdirilib. Hal-hazırda gördüyünüz deməli gəbənin alt hissəsi badvaldır. Yenidən mən sizə deməli ölçüsünə görə ən böyük otağı göstərim. Dediyim kimi bəzi yerləri nəzərə almasaq 55 kvadrat metrdir. Çox yaxınlıqda Nur Market, Oba Market yerləşir. Poçta var. Yəni bu qəsəbədə bildiyiniz kimi. Bundan başqa çox yaxınlıqdan 6, 7 və 9 A nömrəli marşrutlar işləyir. Bağışlayın, bir balaca belə alınır. İndi isə mən sizə deməli hamamını göstərirəm. 2 tonluq su bakı var. Yaxınlıqda 37 nömrəli orta məktəb, bu tərəfdən isə 26 orta məktəb, bir də ki 37 nömrəli orta məktəbin yanında bildiyiniz kimi uşaq bağçası var. İndi isə mən sizə deməli dediyim kimi 2 otaq, 3 otaq düzəldib, bax, həmin otağı göstərirəm. Vaxtilə burada mətbəx olub. Bax, belə bir 2 otaq, 3 otaq düzəldilmiş Leningrad proyektli olan mənzilin qiyməti 53 min manatdır. Qiymətində safisiyen bir balaca razılaşma olmalıdır. Yenidən mən sizə 3-cü otağı göstərirəm. Bura isə mətbəxidir. Bax, bu deməli mənzilə aid olan deməli birinci mərtəbədə yerləşdiyinə görə mənzilə aid olan mini bağçası var. Yenidən mən sizə deməli bax, bu otağı göstərirəm. Dediyim kimi qiyməti 53 min manatdır. Qiymətində safisiyen bir balaca razılaşma olmalıdır. Onu da deyim ki, yəni başqa bu sözü bu cür deyirəm. Yəni birinci mərtəbə olmasına baxmayaraq Leningrad proyektlərində torpaqda minimum 1, maksimum 2 metr yüksəklikdə yerləşir birinci mərtəbələr. Bax belə, sizlərə uğurlar.